İyunun 6-sı və 7-si Azərbaycanda Qurban Bayramı qeyd olunur. Bu münasibətlə ölkə ərazisində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 135 məntəqədə qurbanlıq heyvanların kəsimi və satışı yerləri fəaliyyət göstərir ki, bunlardan 70-də qurbanlıq heyvanların həm satışı, həm də kəsimi, 30-unda yalnız kəsimi, 28-də isə yalnız qurbanlıq heyvanların satışı həyata keçirilir. Qiymətlər neçəyədir? Ətin kilosu 20 manat. Bir normal quzu neçəyə çıxır? Yurma quzu 300, 310 manat, 320 manat. Alıcılıq qabiliyyəti necədir? Elə də güclü deyil, elə hələ kişimi də zəifdir, elə Yəni güclü. səhər saatlarından etibarən necədir vəziyyət? Birə də bir 20 dənə, 30 dənə satmışıq. Alıcılıq var. Alıcılıq var, Allah yaxşı. Neçəyə verirsiniz? 9 manat, 10 manata. 310 manat yapar. Qane eləmədik. Allah'ın börək eləsin əmi. Sağ ol. Necədir, alıcılıq var? Bəli, alıcılıq var. Sata bilmisiniz bir şey? Bəli, satmışıq. Səhərdən neçədən quzu satmısan? Vallahi onu saymamışam, amma satmağı satmışıq. Şükür Allah yenə satırıq. Allah bazar versin. Çox sağ ol, Allah köməyin olsun. Çox çətin məsələdir. Niyə? Qoyum yanımızda mağazin var, satırlar, qoymurlar. Qardaş gəlin burada da basırıqdır, qırğındır. Nə? Necədir vəziyyət? Vəziyyət şükür Allaha normaldır. Yəni qoyunlar çoxdur, yəni çatdıra bilmirik. Yəni vaxt olmur qoyunları soymaq. Alıcılıq var. Şükür, Allah bərəkət versin. Yəni Səhərdən neçə heyvan soymusunuz, kəsmisiniz? 60-70 dənə belə qoyun kəsib soymuşuq, doğramışuq. Yəni vermişik müştəriyə. Stasionar kəsim düşərgələrindən fərqli olaraq bugün yaradılmış səyyar tipli çadırdan olan kəsim məntəqəsində fəaliyyət yaradılıb. Rayonlardan gətirilmiş heyvanların müayinədən keçirilməsi, onların vətəndaşlara təqdim olunması, sonra qurbanlıq heyvanların kəsiminin aparılması mümkündür və sərbəst şəraitdə bu proseslərin hamısı icra olunur. Gördüyümüz səyyar kəsim məntəqəsinin birinci hissəsində heyvan kəsimə təqdim olunur. Orada baytar mütəxəssisin nəzarəti ilə kəsimə aparılır və bu qurbanlıq heyvanın ətinin sağlamlığına tam əmin olunduqdan sonra onun istehlakına icazə verilir.